Evi olmayan hər bir kəsə Allah ev nəsib eləsin. Amin. Əşyalı vəziyyətdə çox qiymətli bir ev sizə təqdim edirəm. Gəlin, öz şəxsi eviniz, gəlin. Leningrad tipli binada yerləşir, evliyik. 5 mərtəbəli binanın birinci mərtəbəsidir. Bunlar evimizin ön hissəsi gördüyünüz kimi remont olunubdur, qapı Avropa dəmir qapılardır, yer kafeldir. Buyurun zəhmətlərinizə. Daxil olan kimi koridor və burada sağ tərəfdə sanitar boşluğumuz var, burada ayaq yolu, hamam tualet ayrıdır, qal hamamımız. Hamamda tualetlər var, deməli buranın lambirinləri də ön balkondadır, kimsəsə lambirin vurdurar, kimsəsə kapel vurdurar. Bu hissəmiz isə mətbəx hissəsidir. Mətbəx hissəsində gördüyünüz əşyalardan bir dənə paltar yuyan maşın götürülür. Geriyə qalan bütün əşyalar qalır yerində. Pəncərələr yeri dəyişdirilibdir, kombi sistemi var, kombimiz qalır. Pəncərələr yeri dəyişdirilibdir və yenə də vurğulayıram. Paltar yuyandan başqa gördüyünüz hər bir əşya yerində də qalır. Yerimiz kafeldir. Kanalizasiya sistemləri dəyişilibdir. Gəlin buyurun. Və arxa balkonumuzu 6 metr 30 santim, 6 metr 40 santim uzunluğunda arxa balkonumuzu və bunda vurğulayım ki, mətbəxi balkona çıxartdığımıza görə burada da bir pütürlükmamız var. Evdə 2 dənə pütürlükmamız var. İşsiz soyuq su daimidir. Bu da kombimizin aparatıdır. Buyurun gəlin. Hüseyin bəy, bəs bura nədir? Hə, buranı da vurğuluyum. Buranı özüm üçün düzəltmişəm mən. Bura əl damı üçün düzəltmişəm. İndi alan adam kimsə Allah xeyrin versin, istəyər ləğv edir, istəyər də qabağına da bir dənə polka yığdırar, eləyər buranda şkaf özü üçün. Buyurun tələblərsiz. Hə, gəl sizə bundan vurğuluyum ki, bu Leningrad tipli evlər iç-içə olur. Bilənlər bilir, iç-içə olur. Sadəcə olaraq mən bu otaqlara ayırmışam. Buyurun daxil ola bilərsiniz. Gəlin. Baxın, burada bir belə otağımız var. Otaq təmiz remont olunubdur. Burada gördüyünüz əşyalardan bu götürülür, termo götürülür, bir də bu kravat götürülür. Geriyə qalan stol, televizor, nə bilim, o pərdələr hamısı yerində də qalır. Yox, əgər siz otağın bu formada olmağını istəmirsinizsə, otağın yenə də, bax, bu nahiyəni mən özüm bağlamışam. Bu nahiyəni belə, bunu götürüb kütləşik olmağını istəyirsinizsə, öz istəyinizdən asılıdır. İstəyə bilərsiniz, bunu götürə bilərsiniz. Gəlin, bu bir otaqda göstərim. Evimiz 2 otaqdır, 3 otağa keçirilməli. Gəlin. Burada yan otağımızdır. Buranın remontu olmayıbdır. Deməli, burada da gördüyünüz kimi xaladenik qalır, bu qalır, bu qalır. Bu kravat qalır, amma mitillər götürülməklə, bu şifonyer qalır. Və polumuz biraz narahatdır, onun da materialı alınıbdır, buradadır. Adamlar ki, deyir, mən bəlkə onu istəmirəm, mən parçası qurduracam, lamdan qurduracam. Alan yenə deyirəm, hər kimsə Allah xeyrin versin. Amin. Hə. Burada ön balkonumuz. Zəhmət olmasa buranı çəkin. Burada ön balkonumuz və dediyim kimi, burada lambirinlərimiz də, hamamın lambirinləri də alınıbdır, qoyubdur, buradadır. Gedib valla o, Allah hər kəsin çörəyini versin. Gedib o makneylə 1000-1500 manat verib ev axtarınca öz şəxsi evimizdə satışa çıxartmışım. 85.000, gəlin artıq. Gördüyünüz kimi burada da belə bir yer yaratmışıq ki, istəyər olarsa buradan özü üçün paltarları qoyub paltarını asa bilər. Deməli, 85.000, 84.999 manat, 999 manat da olsa verilməyəcəkdir. 84.999 manat, 99 qəpik də olsa verilməyəcəkdir. Sırf 85.000-dən kombili 2 minut qalıb və içində bəzi əşyaları ilə. Bu binalar yeni tipli binalar gedir, Leningrad tipli binalar gedir. Gedin, baxın, boş otaqlar bomboş. Quru divar, pol, patolog təkcə 85.000-dir.
Biz amma içində bəzi əşyalar ilə satırıq 85 milyar. Real alıcılar buyurub gəlib baxa bilərlər. Almaq istəyən şəxslər direktə yaza bilər, nömrə qeyd edə bilərik. Sağ olun.